Salam dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Video diqqətlə baxsaz, mən sizə iki otaqlı kubçalı həyət evini təqdim edəcəm. 2 ədəddir bu evlərdən. Qiymətlər 43 min və 44 min manata. Satışda olan ən ucuz həyətinə avtomobil daxil ola bilən 2 otaqlı həyət evidir. Evdə böyük bir üstünlüyü nədir? Evin sağ hissəsi, sol hissəsi, ön hissəsi açıqdır. Bütün pəncərələrin qabağı açıqdır. Yerdən kürsülüdür, paket damdır, sənədi kubçadır, qazı, suyu, işığı, kanalizasiyası, bütün kommunal xətləri var. Baxın, belə bir həyət yanı sahəsi var. Tam rahat həyətinə avtomobil daxil ola bilir. Hündür zəmi hissəsi var. İlk öncə bu evə sizlərə təqdim edim. İrəliləyən dəqiqələrdə digər evdə təqdim edəcəm. İzləmədə qalın. Ünvan Masazır qəsəbəsi, Masazırda Cantəpə adlanan ərazidə 142 və 569 nömrəli marşrut xətlərinə yaxın ərazidə hardasa 500-600 metrlik məsafədə yerləşir. Bu evimizin belə bir mətbəxidir. Mətbəx də gördüyünüz kimi yetərincə genişdir. Pəncərəsi öz həyətinə baxır. Bir daha da qeyd edirəm ki, bu evdə böyük bir üstünlük nədir? Pəncərələrin hamısının qabağı açıqdır. Əla təklifdir. Evin də tikilişi zamanı qoşa kubikdən istifadə olunub. Çox gözəl, çox əla bir evdir. Belə evlər satışda az qalıb, eyni zamanda az qalıb. Yəni satışda demək olar ki, 2 otaqlı evlər tükənib. Həyət yanı sahəsinin genişliyinə görə əla bir təklifdir. Ərazi olaraq da hündür ərazidədir. Pəncərələrin qabağı bir daha da qeyd edim açıqdır və keçək digər evə. Sizlərə qeyd etdiyim ikinci ev isə baxın budur. Belə bir xarici fasad görünüşü var. Evə daxil oldu. Həyət yanı sahəsi baxın belədir. Bu evdə də həyət avtomobil yerləşdirmək mümkündür. 43 min manata baxın bu evdir. 43 min və 44 min manata hündür zəmi hissəsi var. Baxın, evdən 2, 4, 6 daş kürsüdə inşa olunmuş bir həyət evidir. 43-44 min manata çox gözəl, münasib bir qiymətlə təklif olunan həyət evləridir. Işıqlar sayğacdan söndürülüb. Burada yerləşir evin mətbəx hissəsi. Baxın, belə bir mətbəxi var. Bu hissədə hamam otağı. Otaqlar dəhliz vasitəsilə paylanılıb. Evin damına baxın, buradan çıxış var. Bu hissədə evin qonaq otağıdır. Belə bir qonaq otağı var. Baxın, TV xətti çəkilib, kombi xətti çəkilib, kondisioner xətti çəkilib, evlər arasında məsafə saxlanılıb. Bu evdə eyni qaydada evin yan hissəsi də açıqdır, digər yan hissəsi də açıqdır və yataq otağı. Hörmətli izləyicilərimiz, sizlərə təqdim etdiyim həyət evi Masazır qəsəbəsində Cantəpə adlanan ərazidə yerləşir. Ərazini tanıyanlar bilir yəqin ki, 569 nömrəli marşrut xəttindən, bir də 142 nömrəli marşrut xəttindən 500-600 metrlik məsafədədir. Qiymətlər 43 min və 44 min manatdır. Həyət yanı sahəsinə görə ən ucuz təklif olunan 2 otaqlı evlərdən biridir və nağd şəkildə satılır. İzlədiyiniz üçün sağ olun.